Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bilgəh qəsəbəsində yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsində maraqlı və diqqət çəkən hadisə baş verib. Belə ki, bununla bağlı redaksiyamıza məlumat daxil olub və məlumata əsasən şikayətçi Zahid adlı şəxs bildirir ki, 1941-ci il təvəllüdlü Yefteyeva Natalya Petrovna 24 aprel 2025-ci il tarixdə vəfat edib. Lakin o vəfat edən zaman məlum olubdur ki, onun pensiya kartında olan pullar çıxarılıbdır və şəxsin iddiasına görə bütün bunların arxasında sözü gedən müəssisənin rəhbəri Samirə Mehdiyeva dayanır. Və Samirə Mehdiyeva ilə Zahid arasında olan danışıqlar da var və biz həmin danışıqları təqdim edəcəyik və hesab edirik ki, müvafiq struktur, xüsusən də Sosial Xidmətlər Agentliyi bununla bağlı məsələni araşdıracaq və səsləndirilən iddialara özünün hüquqi qiymətini verəcəkdir. Məsələ ilə bağlı bir sıra diqqət çəkən və vacib məqamlar var və eyni zamanda qurumun daxili nəzarət şöbəsinin əməkdaşı da məhz Zahid adlı şəxslə söhbətində həmin qanun pozuntuları ilə bağlı müvafiq tədbirlərin görüləcəyini bildirib. Lakin sonraki mərhələdə necə deyərlər, ötür-ötür oyun olubdur və vəziyyət heç də ürək açan deyil. Elə bunun ardınca hər iki şəxsin telefon danışıqlarını sizə təqdim edəcək və təbii ki, həmin danışıqlardan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin rəhbərliyi yəqin ki, bu məsələ ilə bağlı ciddi şəkildə araşdırma aparacaq və səsləndirilən iddialarla bağlı hüquqi addımlar atacaqdır. Həmin səs yazılarını təqdim edirik, diqqətlə izləyin. Из банка отчет тоже я взяла, все по магазинам и аптекам, все точь в точь. Yani burada işçilerin de hiçbir böyle değil problemi yoktu. Единственное, последнее то, что похоронить 500 manat da onun üçün götürülmüşdü ki, yumaq, kəfənləmək, maşını morqda saxlamaq, yəni это все на это uшло. Qardaş Zahir, biz danışdıq sizlə, sənədləri götürdük, dediklərinizi götürdük, bəzi şeyləri, ərizənin notarius təsdiq olunmuş xanımın ərizəsini götürdük və artıq biz başlamışıq notariusdan, sonra o çıxarışlarla falanla bağlı biz öz işimizi görürük. Amma 1 saatlıq, 10 dəqiqəlik, 3 dəqiqəlik iş deyil. Artıq sabah 2 saatdan sonra iş bitir, 2-3 saatdan sonra. Və birinci gün biz öz araşdırmalarımıza davam edəcəyik. Fərq var ki, hansı kimsə kiminsə haqqına girib, kimsə kiminsə kartından pul götürübsə, əlbəttə ki, o tələb olunacaq. Kimsə kimin 1 manatını yeyə bilməz, kimsə kiminsə bir, belə deyək, haqqına girə bilməz. Məlumat üçün bildirək ki, həmin Sosial Xidmət Müəssisəsinin sabiq direktoru Samirə Mehdiyeva Kanal 32 açıqlamasında bildirib ki, o artıq may ayının əvvəlindən öz ərizəsi ilə işdən ayrılıbdır. 2 məqam aydınlıq gətirib Samirə Mehdiyeva. Samirə Mehdiyevanın sözlərinə görə səsləndirilən iddialar əsassızdır. O, bugünə qədər öz fəaliyyətini qanun çərçivəsində həyata keçiribdir. Amma ortada bir reallıq var. Birincisi, Zahid adlı şəxslə söhbət zamanı Samirə Mehdiyeva Azərbaycan dilinə hörmətsizlik edir. Bu birbaşa dil haqqında qanunun tələblərinin kobud şəkildə pozulması, eyni zamanda öz dilinə, öz xalqına olan münasibətinin göstəricisi. Digər tərəfdən isə vətəndaşın səsləndirdiyi və eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşının səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, həqiqətən də vətəndaşın, yəni mərhumun kartından pullar çıxarılıbdır. Hər halda müvafiq qurumlar buna mütləq hüquqi qiymət verəcək və məsələnin tam şəkildə hansı istiqamətdə cərəyan elədiyini, hadisələrin hansı istiqamətə yönəldiyini aydınlaşdıracaq.